Bu dəfə isə Allahın köməyi ilə belə qabın necə düzəldiyi ilə tanış olaq. Əvvəlcə bax belə toz idi. Bax toz formasında gipsdir. Ondan Allah Taala'nın köməyi ilə bax bu cür rəngbərəng qablar almaq mümkündür. Ağ rəngi də var. Bu da qızıl rəngdir. Yeri gəlmişkən digər formalarda almaq mümkündür. Bunlarla ayrıca tanış olacağıq Allah Taala'nın köməyi ilə. Bizə lazımdır tərəzi, gips qarışdırmaq üçün silikon qab və təbii ki gipsin özü və su. Və bismillah deyib başlayırıq. Deməli, dediyim kimi belə bir qabın araya ərsəyə gəlməsi üçün hardasa bir 200 qram su kifayət edir. Bismillah deyib başlayırıq. Göründüyü kimi 205 qram. İndi burada önəmli bir mərhələ var. 205 qram suya nə qədər gips tökməliyik? Deməli, ən azı 300 qram gips tökülür. 310-320 də bəlkə etmək olar. Mühüm bir məsələ var. Gips tökmə forması. Gipsi bax belə tərpədərək tökmək tövsiyə olunur. Yəni bir dəfəyə tökmək tövsiyə olunmur. Yəni az-az səpələyərək tökmək tövsiyə olunur. Buyurun, deməli 205 suya 329 tökdüm. Bu isə bizim qəlibimizdir. Yeri gəlmişkən qəlib içi təmiz olmalıdır. Təmiz olmasa deşiklər əmələ gələcək məhsulun üzərində. Dəliklər deyərkən mən bunu qəsd edirdim, fikir verin. Bu cür dəliklər həmin o qəlib təmiz olmayanda o da səbəblərdəndir ki, deməli bu cür dəliklər əmələ gəlir. Başqa səbəblər də var. O cür dəliklər az olsun və ya olmasın deyə deməli həmin bu məhlulu qəlibə tökdükdən sonra ətrafını yüngülvari sirkələmək tövsiyə olunur. İndi inşallah göstərəcəm. Qarışdırarkən çox sürətli, sərt hərəkətlər tövsiyə olunmur. Bu, həmin məhlulun içərisinə havanın girməsinə səbəb ola bilər və nəticədə həmin o dəliklər çoxala bilər. Zaten o dəliklər havadan əmələ gəlir. Məhlulun daxilində hava olduğuna görə. Məhlulun hazır olub olmamasını bilmək üçün qarışdırıb, bax qaşıqla belə götürüb baxırıq. Əgər qaşıqda heç nə qalmırsa, deməli qaşıq təmizdir və həll olunmamış heç nə yoxdur. Hər şey hazırdır. Səliqəli şəkildə tökürük. Birinci biraz töküb, əsas baş nahiyəsinə yaxşı çatsın deyə, bax bu cür sirkələyirik. Həmin o dəliklərin qarşısında olan tədbir budur. Bu cür sirkələyirik ki, hava çıxsın və dəlik qalmasın. Sonra qalan hissəsini tökməyə davam edirik. Və beləcə başlayırıq ətrafdan vurmağa ki, tam oturursun formaya və tərkibində hava varsa qoy çıxsın və dəliklər qalmasın. Hardasa bir 20 dəqiqə sonra artıq biz qəlibdən çıxara bilərik Allahın köməyi ilə. Bir şey də qeyd edeyim ki, qaşığı qurumamış yumaq tövsiyə olunur, sonra çətin olacaq. Amma silikon qabı isə yumağa ehtiyac yoxdur, çünki zaten gips quruyandan sonra silikonu bu cür əyməklə gips artıq özü tökülür. Ona görə silikon tövsiyə olunur. Gözlədiyim müddətcə bir şeyi başa salırım. Deməli, 15-20 dəqiqə gözlədikdən sonra bu cür formada çıxacaq qəlibdən, sonra buna binder sürtmək lazımdır. Möhkəmləndirməkdən ötürü binder məhlulu. Təbii ki, keyfiyyətli məhlul tövsiyə olunur. Binderin üzərindən lak da sürtülə bilər. Ondan sonra artıq sprey, kraska, rənglə bu cür gözəl rənglənmə mümkündür. Allaha şükürlər olsun.